Hörmətli müştərilər, sizi Arçi mağazasından salamlayıram. Bugünkü videorolikdə sizi Doğan əmtə nişanı olan kilit qapı aksarlarına tanış eləmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycanda Doğan əmtə nişanı ilə, yəni markası ilə satılan malların tək ünvanı Arçi mağazasıdır. Qeyri-Arçi mağazasında aldığınız düzdür, Doğana oxşayırlar, orada hərf dəyişilib və s. Onlar hamısı keyfiyyəti aşağıdır. Yəni, onu kopirovka, kopya, nüsxə deyirlər, kopya deyirlər, belə bir şeydir. Yəni, el arasında deyirlər ona poddelka. Azərbaycanca, yəni deyirlər, aşağı səviyyəli, aşağı keyfiyyətli mallardır. İndi sizə istəyirəm bu sekreti açsam. Bir dənə diqqətlə baxsınız, Doğan əmtə nişanı nə cür yazılır. Ancaq bazarda satılan mallarda görürsünüz, burada M əvəzinə İ satılır. Və yaxud da burada hər hansı bir əlavə hərf əlavə olunur. Və yaxud da axırına bir hərf əlavə olub. Yəni, biləsiniz ki, Doğan sözünün düzgün yazılışı budur. Korobkasına da baxa bilərsiniz. Çox keyfiyyətlidir. Doğanın bütün mallarına 5 il zəmanət var. İçindəki olan göbək, yəni baril, sirçevinə latundur. Hasarın dilləri də latundur. Diqqətlə baxsınız, siz bunu görəcəksiniz. Keçirəm onun qapı ruçkalarına. Qapı ruçkalarının içərisində rozet bağlamaq üçün biraz diqqətli olun. Mütləqdir ki, siz ustadan tələb eləyəsiniz ki, bunu iki tərəfli şurupla bağlasın. Bu tərəfdən o tərəf bir-birinə bəst olsun. Balaca şurupla bağlayanda ruçka uşaq dartanda çıxır yerində. Bir də buna diqqətli olunuz. Burada aşağıda şurup var. Bu şurupu mütləqdir ki, bağlayasınız. Doğan fabriki həm o açarı içərisinə qoyub. Bütün komplektlərin içində açar var. Həm də bu o tərəf bu tərəf bağlamağa bunların şurupları var. Müştərilər ustalardan xahiş edirsiniz ki, mütləqdir ki, iki tərəfli şurupla bağlasınlar. Eyni zamanda aynalı ruçkaların da o tərəf bu tərəf bağlayanda ömrü çox olur. Bir də işin axırında burada açar var. Açarla bu şurupu bağlayanda kilitin ömrü çoxalır. Korobkalarda diqqət edirsiniz Doğan sözünün yazılışına. Doğan sözünün yazılışına diqqət edirsiniz.